Hal-hazırdakı əməliyyatımız 36 yaşında qadın xəstə bizə böyrək daşı ilə müraciət eləmişdi. Daşı var, skopiyada göstərirəm. Stakon böyrək daşı, böyrəyi tamamilə dolduran bir daşdır. İndi qapalı yolla əməliyyat edib daşı çıxardacağıq. Artıq daşlarımız təmizləndi. Burası da böyrəyin içərisidir. Tərtəmizdir içərisi, gördüyümüz kimi. Daşları çıxartdıq. Bayaq göstərdiyim kimi əməliyyatdan çıxan daşları göstərim. Bura tamamilə daşla dolu idi. Artıq stentimiz var. Tamamilə daş yoxdur. Əməliyyatımız bitdi. Tamamilə daşlar təmizləndi.